İmam Həsən böyük insan idi və yaxşı adamlar onu görəndə rəğbətlənirdi, sevirdi. Təkəbbürlü adamlar böyük adam görəndə qıcıqlanır. Təkəbbürü başlayır içində qaynamağa. Ona görə də mən düzdür bayram günüdür, buna mən müsibət kimi bunu demirəm. Görün, bəzi cəmiyyətdə necə qıcıq var idi İmam Həsən əleyhissalama, böyüklüyünə görə, əzəmətinə görə. Ki, deyirlər ki, cənazəsinə ox atanda bir nəfər olmadı müdafiə eləsin. Bir nəfər o cəmiyyətdə olmadı ki, bu Peyğəmbərin nəvəsidir. Peyğəmbərin qucağında böyüyən uşaqdır və cənnət cavanlarının ağasıdır. Bir nəfər deyir olmadı ki, İmam Həsəni müdafiə eləsin. İmam Həsən Əhl-i Beytin kərimidir. Ramazan ayının 15-ci günündə onun qapısına gəlmişik. Mən ondan xahiş edirəm ki, bugün bizi hədiyyəsiz bu məclisdən yola salmasın. Onlar da bayramlıq verəndə, hədiyyə verəndə adlarına layiq verirlər. Mən istəyirəm ki, özlərinə layiq, mən bilməm nə istəyim. Mən deyirəm ki, İmam Həsən, sən öz məqamına, öz böyüklüyünə layiq bizi bugün öz mövludundan, öz məclisindən, öz adına layiq yola sal. Mən bilmirəm necə, öz adına layiq, Peyğəmbər və Əhl-i Beytin adına layiq şəkildə.